Qida Təhlükəsizliyi Agentliyindən danışacağım, əziz dostlar. Bu yaxınlarda ümumiyyətlə bir neçə müddətdir siz Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlərin şahidi olursunuz. Bir çox restoranları göstərirlər, restoranlara belə deyək, cərimələr yazılır, onların mətbəxi göstərilir. Amma məni bir məsələ xüsusi olaraq maraqlandırır. Çünki son ərəfələrin birində həyata keçirilən o tədbirlərdə, saytlarında da var idi. Restoranların birində saxta içki olduğu barədə məlumat vermişlər. Mənim üçün o məsələ dəqiq maraqlıdır ki, bəs yaxşı, bu saxta içki həmin restoranda xüsusi üsulla hazırlanır, yoxsa Azərbaycana içki ixal eləyən, xarici bir şirkətin məhsulunu Azərbaycana gətirən həmən o distributor kimdirsə, o mu gətirib satıb və yaxud da ki, hansısa bir sexdə istehsal olunub, xarici bir arağın adı altında ora satılıb. Bunu deyən yoxdur. Sadəcə olaraq göstərirlər ki, baxın, bu restoranda saxta içki satılır. Xəbəriniz olsun. Cəriməni elədilər, getdilər. Mən bir məsələni dəqiqləşdirmək istəyirdim və açığı biz sorğu da verdik. Sadəcə olaraq həmişə olduğu kimi deyərdim ki, mətbuat xidmətdə bizdən inciməsin. Şablon bir cavab gəldi ki, biz məsələni ictimailəşdiririk və kifayət edir. Yaxşı, Qida Təhlükəsizliyi Agentliyi yoxlama apardı. Əla, mətbəxi göstərdi. Ən məşhur restoranların mətbəxlərini göstərir ki, baxın, ay cəmaət, burada vəziyyət belədir və cərimə elədi, getdi. Sonra nə olur? Bax, bunun nəticəsinin davamı nədən ibarətdir? Siz ictimailəşdirdiniz ki, burada araq istehsal edirlər və yaxud da araq satırlar. Bəs yaxşı, axı bu cinayət məsuliyyəti daşıyır. Hansı tədbir görülüb? Sizin fəaliyyətiniz yalnız bu restoranlarda, bu obyektlərdə cərimə yazıb getməkdənmi ibarətdir? Son nəticə nə iş görmüsünüz? Hanı o araq göstərdiyiniz restoranla bağlı açıqlamanız? Hanı deməyiniz ki, baxın, bu ərazidə xüsusi üsulla bu arağı doldururdular və yaxud da ki, filan şirkət bunu Azərbaycana gətirirdi, biz nail olduq ki, o daha gətirməsin. Bu yalandır, filandır. Hanı? Yəni, məqsəd nədir bu yoxlamalarda? Nə eləmək istəyirsiniz? Yalnız cərimə elədik, çıxdıq, getdik, sabah da kim necə işləyirlər də davam eləsin. Bəs yaxşı, bunun cinayət tərəfi yoxdurmu? Bu artıq qida zəhərlənməsinə gətirib çıxara biləcək məhsulu satan obyektlərə hansı tədbiri görürsünüz? Nədən gedir söhbət? Nə eləməlisiniz? Yəni, hər hansı bir hadisənin qarşısını öncədən almaq əvəzinə siz başqa bir addım mı atırsınız? Nədir sizin elədiyiniz işin, fəaliyyətin əsas məqsədi? Yalnız həmən gün cərimə yazıb getməkmi? Mən çox xahiş edirəm, mən bu məsələ ilə bağlı yenə də mətbuat xidmətinə məlumat verdik. Bizə ümumi bir məlumat verdilər. Və ümid edirəm ki, bu videodan sonra da zəng vurub, bir saat, bəlkə də saat yarım biz həmişə olduğu kimi standart danışıqlar aparmayacaq ki, bu belədir, bu ona görə belə oldu. Bəli, siz mənim suallarıma açıq cavab verin. Yenə deyirəm, mən həmişə demişəm videolarımda ki, bununla bağlı istəyirsiniz, briefing keçirin. Mən də sual verim, siz də cavab verin. Hörmətli Qoşqar müəllim, Qoşqar Təhməzli.